Acılıq ilə onkoloji xəstəliyə qalib gəlmək olarmı sualına cavab vermək istəyirəm. Çox insanlar yazır ki, biz aclıq eləmək istəyirik, nə məsləhət görürsüz. Mən belə deyim də, öz başıma gələnlərdən deyəcəm inşallah. Uzun müddətli aclıq elədim mən, mənim bədənimdə immun sistemi çökdü. Mən pis hala düşdüm, çox pis hala düşdüm və məndə bədənimdə yayılmağa başladı. Çox yayılmağa başladı və bu insanların sayı hesabı yoxdur, bu hadisəni yaşayan insanlar. Bəli, qaraciyər xəstəliklərində, mədə-bağırsaq sistemində, məsələn üçün şəkər xəstəliyində və s. Məsələn üçün illərlə çəkən miqrendə, baş ağrılarında, panik atakda və s. çox xəstəliklərdə bəli, ac qalmaq 3 gün, 5 gün, 10 gün, 15 gün nə qədər bacarsan qal. Bu sənə fayda verəcək, həqiqətən də. Fayda verəcək və bu sadaladığım xəstəliklər, mən ona xəstəlik demirəm. O insanın həyat tərzi ilə bağlı olan bir şeydir. Yəni sən həyat tərzi düzəlt, o xəstəliklər də hamısı inşallah sağalacaq. Amma gəldik onkoloji xəstəliyə, törəmələrə. Bu törəmələrdə mən məsləhət görmürəm. Çünki mən fayda görmədim. Və neçə insanlar var ki, təsdiqləyəcəklər. Yorumlarda gözləyirəm. Təsdiqləyəcəklər. O insanlarda əksinə oldu. Bəzi insanlar dünyadan köçdü getdi, tələf oldu. Çünki törəmə həqiqətən də xəstəlikdir. O bir bəladır, əsrimizin bəlasıdır. Bax, belə gözəl insanlar çalışın. Düzənli olaraq onkoloji xəstələr tövsiyə edirəm ki, müalicə alırsan, normal şəkildə qidalanmalısan. Necə normal şəkildə? Düzgün, sağlam mərkəzdə yaşamalısan, düzgün qidalanmalısan. Amma durum, sən onsuz ximioterapiya alırsan və s. Sənin immun sistemin çökür. Bir üstəlik də sən dur, az qal. Xeyr, daha da pis olacaq, daha da pis olacaq. İnşallah düzgün şəkildə, məsələn, ara sıra, ayda bir dəfə bir gün aclıq eləyə bilərsiniz siz. Da xəstəliyiniz bitər, üstündən uzun müddət keçər, toparlanarsa, ondan sonra 2 gün, 3 gün belə eləyərsiniz, çox yox. Çox insanlar mənə deyir ki, Ərşad Əzimzadə deyir ki, demək, kim ximioterapiya alıbsa mənim üstümə gəlməsin. Vallahi Ərşad Əzimzadəyə Allah can sağlığı versin. Mən özüm, belə deyim də, onkoloji xəstə olaraq mənə fayda vermədi bu şey. Uzun müddətli ac qalmaq. Kim indi uzun müddətli ac qalacaqsa, yenə də Allah şəfasını versin. Bu mənlik deyil. Mən öz başıma gələnlərdən deyirəm və mən insanlarla çox danışıram. Bu insanların sayı hesabı yoxdur. Onkoloji xəstələri mənlə danışan. O insanların heç biri uzun müddətli aclıqdan fayda görmədi. Əksinə immun sistemi çökdü və xəstəliklər daha da qalxdı. Törəmələr daha da qalxdı. Çoxsu dünyadan köçdü getdi. Çoxsu da yenə təzədən yenə ximioterapiya almağa başladı. İndi belə bir şey deyim sizə. Əgər biz necə alsaq adamda çoxsa ximioterapiyanın əleyhinədir. Mən əleyhinə deyiləm. Niyə görə əleyhinə deyiləm? Çünki adamda artıq qida keçmir. Bağırsaqda böyük bir törəmə var, tıxıyıb. Nəinki qida, insan var ki, suyu da qaytarır. Mən buna nə aclıq deyəcəm? Adam var ki, mədəni bürüyən törəməsi var böyük. Artıq bu adam suyu belə içir deyirəm, qaytarır. Adam var, ciyərində böyük törəmə var. Öskürür, laxta-laxta qan tökülür mənim kimi. Buna nə aclıq? Sual verirəm, buna nə aclıq? Gəlin, düzgün danışaq, real danışaq. Real danışaq. Bu adam getməlidir, bu şişi bağırsaqdan kəsdirib atdırmalıdır, ximioterapiyasını almalıdır və sağlam həyat tərzinə keçməlidir. Bu belə olmalı. Gəlin, real danışaq, düzgün danışaq, Allah üçün danışaq. İnsanı sağaldan hər şey mən deyirəm, hər şey. Heç kitabda betadin yoxdur, mən betadin deyirəm ki, gedin betadinlə sağalın. Bax belə. Ona görə də Allah üçün danışaq, doğru danışaq. Kimsə onkoloji xəstədirsə gedib aclıq eləmək istəyirsə öz işidir.
öz işidir. Yəni o mənlik deyil. Allah ona da şəfa versin. O mənim yaşadıqlarım və mənim gördüklərim insanlar, danışdığım insanlara heç birinə fayda vermədi. Onkoloji xəstəlikdən söhbət gedir. İndi başqa xəstəliklər fayda verir, bəli, çox gözəl fayda verir. Amma törəmə olan insanlarda ehtiyatlı olsunlar. O onlara baha-başa gələr. Belə. Mən özüm ayda 1-2 dəfə, uzağı 3 dəfə aclıq eləyərəm. O da ehtiyatla. Durum mən uzun müddətdə aclıq eləyim, yox mənlik deyil. Elədim, gördüm də mən onu. Bir də vəziyyət gərgindirsə, pisdirsə, xanım var ki, valla mənə zəng eləyir ki, mədəsində törəm olub, kəsib götürüblər. İndi bağırsağında çıxıb. Tıxıyıb yox. Tıxıyıb da elə bir. Mənfəzi daraldıb tam. Su içir, qaytarır. Mən bu adama nə aclıq deyim? Yaxşı, iş sisteminə gəlmək istəyir bu. Buna nə aclıq deyim mən? Sizə bir sual verirəm. Gəlin Allah üçün danışaq. Bu adama fayda verəcək iş sistemi. Tıxıyıb suyu qaytarır. Bu adam təcili getməlidir əməliyyata. Bağırsaq yenə də deyirəm, kəsilib götürülməlidir. Dalıcanda bir neçə də ximya vurulmalıdır. Bəli. Bu həmən ərəfədə keçməlidir sağlam həyat tərzinə. Sağlam həyat tərzi yaşamalıdır. İş sistemi keçməlidir. Budur doğru yol. Ximya terapiya lazım olanda ximya terapiyanı almalıyıq. Almalıyıq, amma mən tərəfdarıyam nəyin? Ən gözəl odur ki, gəlin zamanında sağlam həyat tərzinə keçək. Zamanında sağlam həyat tərzinə keçək və o yerlərə gedib çıxmayaq. O şeyləri görməyək. Ən doğrusu budur. Bax, sizin qarşınızda mən hər gün çıxış eləyirəm. 88 təvəllüdəm mən. Dünyadan tələf olub gedirdim. Neçə dənə, 5-6 dənə xəstəliyi mənə yaxalamışdı. Sağlam həyat tərzinə keçdim, hamısı getdi. Düzdür, bir dənə bu ağciyərdə olan problemə görə daha həddən aşmışdı deyəm. Ximioterapiya aldım vəziyyətdən çıxmaq üçün. Ondan sonra sağlam həyat tərzi və bitdi, hamısı çıxdı getdi. Gözünüzün qabağında cavan oğlan tələf olub gedirdi. Belə, Allah bütün xəstələrə şifa versin, yardım eləsin. Yenə də fikir sizindir, düşüncə sizindir. Mən heç də deyə bilmərəm. Mən öz başıma gələn hadisələri mən sizə deyirəm. Onkoloji xəstələr diqqətli olsunlar, ehtiyatla eləsinlər. Yəni, durub uzun müddətdir. Mən ümumiyyətlə kitabı, iş sistemini tam eləmirəm. Mən orada məsələn sağlam qidalanmanı eləyirəm. Qalan şeyləri məsələn üçün bitkilərdir. O qədər şeyləri mən əlavə eləmişəm, dəyişmişəm ki, inanın Allaha. O qədər şeylər eləmişəm, dəyişmişəm. Mənim öz bir proqramım var, özümə aid. Mən onu yaşayıram, mən normal şəkildə qidalanıram. Hər şeydən də özümü məhrum eləməmişəm, lazım olanda ət də yeyirəm. Niyə yemirəm ki? Ayda məsələn 3 dəfə, 4 dəfə quzu əti də yeyirəm. Otururam qəşəng, soyutma eləyirik, tərəvəzlə yeyirəm, Allah verəndə. Yəni düzgün şəkildə qidalanmaq lazımdır. O boyda Rəbbimiz bizə nemətlər verir. Hər şeydən özünüzü məhrum eləməyin. Normal şəkildə qidalanın, amma düzgün qidalanın. Qidaların arasında olan vaxtlara diqqət edin, əməl edin. O vaxtları gözləmək lazımdır. Vaxtında yatın, vaxtında durun. Gündə 1 saat, yarım yürüyüş eləyin. Bax, bunları eləyin. Söhbətdən öz-özünü sağaldacaq. Onkoloji xəstə olmayan insanlar, bəli, 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün aclıq eləsin. Problem yoxdur. Durub aylarla yox. Bədən sürətlə, dəri var, qocalır. Uzun müddət aclıq eləyən insanların sifətinə baxın. Görəcəksiniz ki, dəri qocaldı, çöktü. Kollagenlər dağılır bədəndən. Belə də gözəl insanlar. Allah bütün xəstələrə şifa versin, yardım etsin. Amma onkoloji xəstələrsə tapşırıram. Deyirəm. Çalışın düzgün edin, hər şeyi ehtiyatla edin. İnşallah şəfa tapacaqsınız. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Özünüzdən müğayət olun. Allah'a emanet.